Ağdərənin Suqovuşan kəndinin daha bir qrup sakini doğma yurda qovuşub. Uzun illərdən sonra ata-baba yurtlarına geri dönən sakinlər təəssüratlarını ATV xəbərlə bölüşüb. 185 nəfərdən ibarət 53 ailənin də yurt həsrətinə son qoyuldu. Bu mərhələdə Ağdərənin Suqovuşan kəndinə Respublikanın müxtəlif yerlərindən əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrin qayıdışı baş tutdu. Qayıdan şəxslərin içərisində elə Suqovuşan uğrunda döyüşən Nəcəf Hacıyev da var. O azadlığı uğrunda döyüşdüyü doğma ata-baba yurduna indi qürurla qayıdır. Suqovuşan qəsəbəsinin işğaldan azad olunmasında şəxsən iştirak eləmişəm. Mən orada şəhid yoldaşlarım olub, yəni qazi qardaşlarım var. Özüm də ağır yaralanmışam. Şükür bu günə. Allah prezidentimizə sağlıq versin, can sağlığı. Xalqımıza da dəyməsin. 32 ildir ki, bu yolu gözləyirik. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Allah prezidentimizin canını sağ eləsin. Bu günü bizi yaşatdır. Bu günləri Abşeron rayonu, Gəncə şəhəri, Bəğdə və Tərtər rayonlarından olan daha 185 sakinimiz öz doğma yurt yuvalarına, Ağdərənin Suqovuşan kəndinə köç etdilər. Qeyd edək ki, bugün burada 53 ailəyə yeni mənzillərinin aşarları təqdim olunur. Prezidentimizin o yumruq, dəmir yumruğunun hesabına erməniləri vura-vura çıxartdı, apardı, dünyadan itirdi. Özümüz gəldik, öz vətənimizə bizi ürcah elədi, bizi qismət elədi. Çox sağ olsun. İndi bu gözəl, yaraşıqlı binalarda qəşəng bizə haçar verdi. Yaşasın prezidentimiz, Qarabağ Azərbaycandır. Bugünkü günü şəhidlərimizin də ruhu şaddır ki, boşu-boşuna şəhid olmayıblar. Bizlər boşu-boşuna qazi olmamışıq. İllərlə Tərtərdə yaşamışıq. Yəni həsrətlə baxmışıq bu torpaqlara. Şükür Allaha bu günə ki, bugünkü günü işğaldan azad olunubdur. Burada bizlər yaşayırıq. Allah canım prezidenti qorusun, xalqımızı və ordumuzu qorusun. Beləliklə, bugünə qədər Suqovuşan kəndinə 413 nəfərdən ibarət 126 ailənin qayıdışı baş tutub. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora qayıdan keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgələrdə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yerindən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika məsələlərində işləyən ümumilikdə 40 minə yaxın insan yaşayır. Mədənik Nəcat, Sənan Bəhrəmli, Rüfət Bayramov, ATV Xəbər, Tərtər, Ağdərə, Suqovuşan.